Bu dəfə isə gəlin Vegas Gaming Center'ın yeni yasamal filialına nəzər salaq. Burada kompüter, PlayStation və sükan dəstləri təklif olunur, amma ilk öncə gəlin kompüterlərdən başlayaq. Zalda ümumi olaraq 15 adet kompüter mövcud olur, onlardan 10 dəsti VIP sayılır, 1 saatın qiyməti 2 manatdır və 280 Hz-lik Asus monitorları RTX 3070 və RTX 4070 video kartları ilə təchiz olunub. Qalan 5 kompüter dəsti isə standartlı qiyməti 1 saat üçün 1 manat 50 qəpik təşkil edir və burada 240 Hz-lik Samsung monitorları və Nvidia RTX 3060 Ti video kartları quraşdırılıb. Deməkdə lazımdır ki, bütün masalarda Razer və HyperX şirkətinin aksesuarlarıdır belə. PlayStation'lara gəldikdə zalda olan bu bağlı zonalarda PlayStation 3 konsolun 1 saatın qiyməti 2 manat, PlayStation 4-ün qiyməti isə 2 manat 50 qəpik təşkil edir və ən son oyunlar burada mövcuddur. Həmçinin bu məkanda PlayStation kabinetləri də var, ümumilikdə 7 ədəddir. Onların isə 1 saatın qiyməti böyük kabineti 5 manat, balacalarda isə 4 manat təşkil edir. Ən son və populyar oyunlarla təchiz olunan Playseat yarış simulyatorları isə 4 manata təklif olunur və 4 nəfər daxil olub internet vasitəsilə bir yerdə oynaya bilərlər belə. Bəs siz bu haqda nə fikirləşirsiniz?